indiki bir mürəkkəb, çətin bir şəraitdə, ağır bir şəraitdə, ağır bir vəziyyətdə bu insanları işlə təmin eləmək, onların işləməyi üçün normal şərait yaratmaq çox böyük igidlikdir, çox böyük qəhrəmanlıqdır. Mən hesab edirəm, bunu da eləyən yenə də bizim Eloğlu, Zoddu, Şəmsi müəllimdir. Şəmsi müəllimin əməlinə mən çox yüksək qiymət verirəm. O çox böyük iş görür, çox böyük iş görür ki, cəmaat işlə təmin olunsun, onlar üçün şərait yaradır, onların ev şəraitinin düzəlməsinə, təmin olmasına çox yaxından kömək eləyir və mən ona görə çox fəxr edirəm ki, bizim Şəmsi müəllim kimi oldu. Çox fəxr edirəm. Cəmaat müraciət eləyəndə nə ilənsə kömək eləyək. İndi sizin ola bilər ki, ildə 10 nəfər, 20 nəfər gəlsin, Bakıda mənlə görüşə bilsin. Bundan artıq olmur. Moskvada olanda biraz da alınır. Bütün bizim bu cəmaatın tələbatını ödəyən, onların o problemlərinə yaxından kömək eləyən, onların o ağır vəziyyətdə işlərini, vəziyyətlərini bir qədər yüngülləşdirməyə çalışan Şəmsi müəllimdir. Ona görə mən arxayınam ki, indən sonra sizin problemləriniz get-gedə azalacaq. Əgər belə problemlər olsa, bu problemlərin həllində indən sonra da Şəmsi müəllim sizə yaxından kömək edir. Çox sağ olun. Elə bir dövrdə, elə bir ərəfədəyik ki, bu barədə danışmamaq da olmaz. Bilirsiniz ki, biz prezident seçkiləri ərəfəsindəyik. Prezident seçkiləri ərəfəsindəyik və ayın 11-də seçkilər seçiləcək. Bilirsiniz ki, 6 namizəd irəli sürülübdür, yəni 6 namizəd prezident postu, prezident vəzifəsi uğrunda mübarizə aparır. Mən heç bir bu namizədlərin hər biri haqqında öz fikrimi demək, fikir yürütmək istəmirəm. Bu barədə siz çox oxuyubsuz da, yəqin mətbuatdan da xəbəriniz var, televizordan da xəbəriniz var. Ancaq mən onu demək istəyirəm ki, İndi bir azad seçkidir və hər insanın bir fikri var, hər şəxsin bir fikri var, kimə səs verəcək, onun şəxsi fikridir. Ancaq mən onu da demək istəyirəm ki, bu günləri